Gas Station Simulator. Salam dostlar, elə indi yeni video ilə qarşınızdayım. Mən Namik Response kanalına xoş gəlmisiniz. Bugün Gas Simulation Zapravka benzin doldurma məntəqəsinin açılışındayıq. 3-cü günündəyik. Gün 2 yazır, 3 idi. Nəysə, 3-cü günündəyik dostlar. Bugün Gas Simulation 3-cü bölümündəyik daha doğrusu. Günün 2-sində, bölümün 3-ündəyik. Oyunumuza başlayırıq. Oyunumuza başlamırıq. Oyuna başlayıram. Belə doldur. Bu kimdir? Bunu tapmışam mən. Bu varlı bir insan var ya Amerikada. Nədir onun adı? Tesla zat çıxardan oğlanda. Oyun niyə buradan başladı bilmirəm. Heç bir fikrim yoxdur. Başlayaq keçək oyuna görək. Burada bizim nələr gözləyir? Nə kompüter çağırır bizi. Burada da bizim bir dənə müştərimiz gəlib. Bir də Aycan yaraşıqlı bir dənə xanım gəlib. Əyninə bir şey geyinərdin. Sənin kül təpənə, qız təpənə. Burada oğlanlar, kişilər işləyir. Ayıb deyilmi sənin üçün? Ay, müştərimiz benzin yox imiş. Müştərimiz benzinə gəlibmiş. Nə deyirsən ha? Rədd ol buradan vapşi. Yoxdur da benzin dolur. Benzin dolur. Yəqin video qeyd başlamayıb orada. Yadınıza gəlir keçən bölüm nələr baş vermişdi. Özelliklər. Ha, keçən bölüm uşaqlar yadımdan çıxmışdı. O keçən ikinci bölümdə bir gədə gəldi, bizi döydü, oyun bitdi. Oranı da qısa fraqment kimi ərinməsəm ataram. Ərinsəm də daha nə atmışam, bilmirəm. Buranı almışıq. Təzədən qaldığımız yerdən davam eləyək. Eybi yox. Benzin tez burada. Nə olsun pulum? Mən buranı aşmalıyam, hə. Başa düşdüm. Nə olsun pulum, param var. Nə olsun. Burada bir dənə burada zəngi gedəndə biri çıxmışdı arxamızdan. Dayan görək. Yox deyişim. Zəngi açaq. Hello. Hə, yox, bu o birisində idi. Bir dənə qız gəlib. Salam müəllimə, nətərsən müəllimə? Gedək benzinimizi dökək, axmaqlamayaq, zaylamayaq. İkinci maşın gəlir. Biz iş başındayıq. 10 litr benzin. Taks. Sağ ol. Get Namik, get işindən məşğul ol. Dərlər kassalarda tut. Get. İndi mən hamınızı yola salmaq məcburiyyətindəyəm. Lənət şeytana. Orada nə göstərir? Bilgisayar göstərir. Benzini vuraq, benzində hansında qəşəng pul var bilmirəm. 33 dollar. Deməli, litri 33 dollar, 33 sentdir. Başa düşdüm. Bax, bu məhsulun qiyməti. 1. Nə deməkdir? Bunu başa düşməliyəm. Qəşəng var. Bir də şey yoxdur da, yol üstü atışdırmalıqlardır bunların hamısı. Bir də normal yemək hesabı heç nə yoxdur. Burada bir dənə dönər xana açmaq olar. Bax, dönər aparatını qoy, pəncərənin qırağından satış elə, ya da yolun kənarına. Mademoiselle, mənə niyə elə baxırsan? Sənin gəl işimizin başına, işlər tökülüb qalıb. Signal verməyin, səssizliyə riayət edin. Gör, 50 dənə işə baxıram mən, belə şey olar. Mən heç ala bilmərəm, siz kompüterə baxın. Get, servis. Kredit. Mən niyə kredit almalıyam? Sən mən niyə kredit almağı zorlayırsan bilməm. Posta yüksəltmələr, envanter özəlliklər, dekorasyon, eleman açılmayıb. Eleman işçidir. Çıx buradan, gedək görək barədə nə baş verir. Sənin yeni postan var. Sən kimsən? Ha, müştəri gəl. O müştəri getdi. İndi o müştəri alış-veriş eləyənə kimi biz onun bagajından nəsə fırlada bilərik. Gəl. Aç. Zəhər. Hayda. Qaç. Çıx buradan, nətər çıxam? Çıxa bilmirəm. Hə, çıxdım. Sən get, sənin bagajını açsam. Sənin bagajın belə açılmır. Ay, sənin bagajına. Biraz geri qaytar. Biraz da. Hər bagaj fərqli açsalar. Başa düşdüm, 4 dollar. Lazım deyil də, heç əziyyətinə dəyməzdi. Bu kimdir? Əşrəfin maşını gəldi bizim. Əşrəf gəldi bizim benzin doldurmağa. Əşrəf! Nə qədər benzin? Əşrəfə benzin. Videonun başlığı nətər olsa yaxşıdır. Əşrəf Rüya benzin almağa gəldi. Əşrəf Rüya, yaxşı, bunu yazaram.
45, 41. Pretty much what I asked Bu da for. pis deyil, bu da pis deyil. Sən nə də başlayaq, nə də sizin başınız bassın. Başlayaq nədir? Sən hara getdin? Oradan yol var. Bu qırmızı yanan nədir dostum? Qırmızı yanan nədir? Bu nədir? Uy. Bizim ekskavatorumuzu buraya eləyir, gətirir, çıxardır. Yəni burada maşınlar axşam olur, palçıq. Səni yola salmalıyam, düzdür? Səni yola salaq da. Bu məhsullar qutarsa məhsul almaram da. It's worse than before. 14 dollar. Salam gözəl kraliçə, bu nə effektdir, bu nə gözəllikdir. Oyun üçün belə düzəldib, axmaq oyun düzəldib nəsə. Xanım üçün gözəl məhsullardan bura presiya. Ay. Bu Dings, maçı, sağ ol, ehtiyac yoxdur, pul da verməyə bilərsən. Ver, yedim. Bu nə də tərbiyəsiz axmaq. Mən sən vuramıram, axmaq, bu nə çılpaqlıqdır. Gəlmirsən. Rədd ol buradan, rədd ol. Qova bilmədim onu. Olar, xanımları olar. Bura bizim məhəllədir. Xanım sənin kimi çılpaq girmir, bax, oynayacaqsın. Great. 31 dollar, great. Sənin maşını indi mən qayrət eləyim, bax. Sən maşını elə yox. Aha. Qayıt yerine. Sənin maşını qayrət eləyəm mənim. Get rədd ol buradan, axmağın yekəsi axmaq. Atmayayım onu da yerə. Bizim zibil paketimiz var. Zibil paketinə yağ da bunların hamısını. Get rədd ol buradan. Sənə alış-veriş yoxdur bu dükanda. Salam. Salam. Zəhər salam, get. Get gözəlim, get. Buyur gəl. Nə desəm var bizim marketdə. Sapravkada. Bu nədir? Bu nə xurdalıqdır? Buralara biraz göz gəzdirə. Bura nə işdir? Bu nə işdir? Yaxşı, bu nə işdir? Ah, bu nədir? Nə işdir? Biraz əyləncə axtarıram. Biraz əyləncə bura keçdim. İndi qayıdıb çıxa bilərəm. Zibillə nə oldu ola bilər? Kimdir təmizləyən buranı? Kimdir təmizləyən? Bizə pul para lazımdır qazanmaq üçün. Bizə buranı genişləndirib sərvət əldə etmək lazımdır. Bir dənə nəfər gəlib, bir dənə də xanım gəlib. Qırmızı donlu. Oy, bu nə idi? Elə bildim öpdün məni. Gözəl. Bir anlıq sevinmişdim. 14 dollar benzin də 150 litrə yaxın benzin var. Oyun belə davam edir. 3-cü günə keçmişik. Aha, 14 dollar, 44 dollar 47 sentdə bəxşiş verdi, sağ olsun. Gəl görək. Niyə ilişdi bu burada? İlişdi. Ay xanım, sənin canını yiyeyim mən. Oldu da pulsuz yapar hər şey. Nə istəyirsən pulsuz yapar. Bananı zadı yerə atmışsan. Şeyin içəsi. Çirklər. Nə deyir bu? Reis. Burada axmaq bir neçə də insanlar var. Sənə bu benzini artıq tökürəm. Sən bura özün nəzarət elə də reis. 2 dollar bəxşiş. Yaxşıdır. Yaxşı, bunlar nə işdir burada? Bunlar nə işdir? Başım çıxmadı. Burada bir soğuk Nədə? Keçən yenə gəldi bu şərəfsiz. Yenə burada. Mən vurmuram şərəfsizi. Əlimə bir şey olub. Vur təpəsini də işte başımızı əzdi. Anam eynidir. Nə yəni? Nə? Oyun bitdi yəni. Bu nə deməkdir? 3-cü gün davam edirəm. Yaxşı, bu nə məsələ idi? Burada nə məsələ idi biz yaşadıq elə? Siqnalı kim verdi? Yəni ora çağırır bizi. Aramaya cavablı ipucusu dolu kendini kötü hissetmez. Zaten yapacak bir şeyin yoktur. Ne deməkdir? Hey, Pong! Where's our goddamn money? Olçaq nə istəyir? Qaydır. Davam eləyək. Demək, məsələ nədir? Məsələni anlamağa çalışacağım bu dəfə. Bax, biz oraya geçsək, problem yaşayırıq.
Biz oraya gedə bilmirik. Yaxşı, problem nədədir? E-postaları idarə eləyək. E-posta. Bəlkə bizim veriləsi pulumuz var. Bizi pula görə narahat eləyir. Krediyoda. Başa düşdüm. Kreditə görə eləyir, eləmi o şərəfsiz bizi? Onu bala, nə qədər pul getdi? 0. Bizə pul lazımdır. Xanımı yola salın. Bura kirlənəndə onlar gəlmirmiş. İndi oyunun məntiqi başa düşün. Oy, gözəlcə, get sağ ol. Biz pul vurub onun borcunu qaytarmalıyıq. Yoxsa alçaq boş. Bizi kreditə görə deyəsən narahat edir. Hə uşaqlar, kreditə görə ola bilərmi? Oynayanlarınız varsa, aramızda bu oyunu oynayanlar varsa fikirdə yazın da, zəhmət olmasa yazın görək o alçaq bizi niyə vurur. Bəlkə də siz yazana kimi mən artıq onu tapmışam. Whoa, super. 73 dollar. Bizim ona nə qədərsə borcumuz var. Biz çoxlu pul qazanmalıyıq onun üçün də. Gedək biraz maşın qarət edək. O canım hansı maşına gedir? Hansı maşına gəlsən canım? Sarı maşın. Sənə də yaraşan elə bu maşın olur. Qəşəng. Açılmıyor. Açılmır. Sizin maşın da açılmır. Sizə dolu kedini kötü aramaya cavablamıram. Oyunu cavablayanda oyun bitir. Gəlir mən yana axırdıram. You're amazing. Amazing level 1. Servis kredi nədir? Sipariş ver. Hələ zibilimiz yoxdur. Kreditdə də bizim bu sekmə dayıdan 10% ilə kredit tələb etmənizi sağlar. Qalan borcu aşağıdakı pəncərədən görər, kredi ödə. Yaxşı, hər borcunu ödəmək gələcək bir son tarix vardır. Gedək zəngi açaq görək. Görək bu dəfə də alçaq gəlirmi? Bu dəfə də alçaq gəlsə, nə etməyə olar, nətər etməyə olar. Siz deyərsiniz də uşaqlar, bir çarə deyərsiniz. Yəni bu maşınları qərar edeyim. Gələm ora, gələm. Aç. Oy, gözün qabağında maşınla qayrət elədim. Oy, xanım gəlir. Boş ver. Gedək açaq görək. Hey, punk! Where's our goddamn money? Money puldur da, bu pul istəyir məndən. Nə pul istəyir? Mən buna nə pul ödəməliyəm? Uşaqlar, bax oyundan bax burada davam etməyi dayandırıram. Mən bilmədim, 3 dəfə, 4 dəfə yoxladım, çalışdım, əlimdən gələni etməyə çalışdım. Gördüyünüz kimi keçə bilməm həmin mərhələ. O money deyir, ingiliscə aranızda bilən var, bu oyunu keçən var. Autofill, bunun da burada axmağın şəkli var. Buranı necə keçə bilərəm? Çox zəhmət olmasa şərh bölümündə fikirlərinizi qeyd eləyin. Təşəkkür edirəm bura kimi videonu izləyən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Videomuzun bu yerində bir like və abunə atsanız çox möhtəşəm olar. Videonun irəliləyib kanalın böyüməsi üçün bunlar çox lazımlı bir şeylərdir. Hamısı pulsuz olduğunda qeyd edə bilərəm. Çox sağ olun. Gələn videoda görüşənə qədər hələlik özünüzə yaxşı baxın. Bye bye.